Yaxşı, onda bir yerde sual verirəm sizə. Bəs mənim ən zəhləm getdiyim hansı kimdir? Arman. Aha, yaxşı. Deməli, Suel deyir ki, dünyada ən çox gol vurmuş futbolçu kimdir və nə qədər gol vurub? Hamıya salamlar dostlar, sizin də mən Roş. Nəhayət ki, uzun sürən bir fasilədən sonra biz birlikdəyik və çox çılğın, əyləncəli bir video ilə. Necəsiz ha uşaqlar? Belə də sürpriz kimi. Uşaqlar, video nədən ibarətdir? Gördüyünüz kimi Ramal və Turan, bax bu iplər vasitəsilə zincirə bərkidilib. Oyunumuz nədən ibarətdir uşaqlar? Sual verəcəm. Cavabını tapa bilməsələr, hər tərəfdən nə qədər ipdir? 15 dənə ipdir. 15 ipdirsə deməli 15 sualdır. 15 dənə suala cavab tapa bilməsələr ipləri kəsəcəm. Düşdülər zohovuza, məndən günah getdi. Hazırsınız? Hazıram. Soyuqdur. Mən hə bunlar elə isti yerdə yatıblar, xəbərlər yoxdur. Davay. Videomuz başlasın. İlk sualım budur. Mənim ən çox sevdiyim canımın parçası qızım Suel neçənci ildə və hansı ayda, hansı gündə anadan olub? Deməli 2000. Sən denə. 2024, yox 2020. 2020. Onda belki qızımın 5 yaşı var. Məktəbə gedir bu gün sabah. Yox 2021. Aha. Gözlə. Yo. Aha. 2023-cü ildə anadan oldu. Aha. Ayda biraz. Aha. Ay neçəsi? Deyən. İyul ayı. İyulun neçəsi? Aprel ayının 30'u saat 11:55'də mənim bilirdim. Suelim dünyaya gəlib. İlk sualın cavabını tapa bilmədiniz. İndi isə ikinci sual. Buz, Allaha and olsun, buz da buz. Vallahi deyirəm əllərim sizə keçmiş olsun qaqa. Mənim ən çox sevdiyim maşın markası hansıdır? Tapın, de. Zaporojets. Sən nə deyirsən? Yaxşı, mənim sahib olduğum ən sevdiyim maşınım düzdür, Zapıdır. Bəs ümumi olaraq ən sevdiyim maşın markası hansıdır sizcə? BMW. Yaxşı. Düz tapdılar. Ona görə də bir dənə bizon gələ. Hop. Aha, videoqrafı mənə qəşəng bir dənə sual verdi. İnasın özümdə bilmirdim. Vallahi girdim, kontrol elədim sonra. Mənim YouTube kanalımda shorts yox, uzun videolardan söhbət gedir. Ən çox baxış yığmış videom hansıdır və nə qədər baxış sayı yığıb? Oha! Bu nə lan? Shorts yoxsa video? Normal videoda dedim buradan. Dedim sənə, dedim. Uşaqların döyüşü. Deyil. Balaca boylar. Deyil. Atiyarım bala. Deyil. Tez elə. Bilmirəm ki. Onda gələ. Deməli, ən çox baxış yığmış videom hansıdır? Ukraynada 2 dənə erməni şapatladığım video. Хорошо подойди. А не выключу, а что? А? Разберись с ним. Еще раз. 2,7 milyon. Öpürəm sizi. 2,7 milyon Azərbaycanlı erməniləri necə şapatladığımın şahidi olub öpürəm sizi. 2,7 milyon idi. 3 sualdan cəmi birinə düz cavab tapmış uşaqlar. İfiniz azalır. Təcili olaraq hər biz bir dənə mənə 44 günlük müharibə şəhidinin adını çəkməlisiniz. Turgut Xəlbəyli. Səndir? Aslanov Ağasadıq. Aslanov Sadıq. Aslanov Ağasadıq. Aslanov Ağasadıq. Vəsə, maşallah. Növbəti sualım. Mənim doğum günüm nə vaxtdır? Nə vaxt anadan olmuşam? Martın. Aha. Bax, sən mənim qızımın xalası olursan. Bax, tapmasın, hamısını birdən kəsəcəm. De. Nə oldu? Mart ayındadır, bir dəqiqə gözlə. Martdır, aha. Gözlə də bir dəqiqə. Mart ayındadır, Aha. 1991. Deyil. 90. Doğum günümü demirəm. 87. Yo, 60 ölürəm uşaqlar.
Doğum Yox. günümü deyin. Mən il lazım deyil. Gün. İl 90'dır. Ha, il demirəm. Gün 90 deyil. Deyil. Mart ayı. Mart 28'i. Deyil. Gözlədim dəqiqə. Aha. Mart ayı. Aha. 10. Aha. 15'i. Martın 6-sı anadan olmuşam uşaqlar. Yaddan çıxartın. Allah'a and olsun istədim deyəm. Baxın görün kim gəlmiş. Gəl, gəl, gəl. Necəsən? Dostlar, bax mənim qızımın kanalını bu videodan sonra 100 min abunə eləyirik, eləmirik. Hə şişi? Eləsinlər 100 min. Hə. Ciddə. Nə deyirsən? Sual nə olsun? Aha, yaxşı. Deməli, Suel deyir ki, dünyada ən çox gol vurmuş futbolçu kimdir və nə qədər gol vurub? Cristiano Ronaldo 846 gol. 840. Cristiano Ronaldo 846 gol. Cristiano Ronaldo nə qədər gol vurub, indi nə qədər? 846. Yok 400. 430. Aha. 439. Sən nə deyirsən bəs Rama? Mənə İpucu ver. yəni futboldan anlaşım yox. Aha. İpucu ver biraz. Ne olur Ay, ipucu iki dənəsi ver. kəsirsən. Məsələn, hə. İpucu ver. Ronaldo da ya bilməm nə qədər. Cristiano Ronaldo 920 gol. Deməli, Suel Live telefonla danışanda ən çox işlətdiyi cümlə, ən çox işlətdiyi ifadə hansıdır? Mən bu bilirəm. Yəni konkret bilirəm. Sən cavabı deyə mən deyəcəm. Tez elə. Hə, o bilməyəcək. Deyil. Yaxşı. Nədir? Yaxşı. Hello. Yes. 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 Hello. Yeah. Yeah. Deməli, uşaqlar nə qədər bizon qazanıbsa, o qədər bizonu Suel atacaq hovuza. Bir, ala. Hovuzdan olsa düşəsiniz ha suya, götürərsiniz. Al. Nə qədər bizonunuz oldu sizin? Hə? 2 dənə al. Al. Thank you. Aha, at. Ay, 4, bunu da at. Salırsan, onsuz da buz kimi suya düşəcək. 5 dənə bizonumuz üzür bax burada hovuzda. O bizon heç belə reklam olmayıb da indiyənə qədər. Yox, yaxşı at. Thank you. Qəşəng. Deməli qızım, növbəti sualımız bu olsun. Azərbaycanın sərhəd olduğu ölkələrin adını çəkin. Quru yolla sərhədlərimiz son şansımız. Kuru yolunda İran, Aha. Ermənistan, Aha. Rusiya, Aha. Türkiyə, Aha. suyla desək də Qazaxıstan, Gürcüstanı unutdunuz. Gürcüstanı mən bayaq dedim. Nə qədər bizon atdın suya qızım? O bizim suyu. Ora bax, suya sizə jest eləyib. 1 bizon, 2 bizon, 3 bizon. Nəsə hamısı sizi. Bizonumuz var. Roş Live YouTube kanalında ən çox baxış yığmış mən də həyecanlanmışam. Ən çox baxış yığmış short videosu. Erməni. Deyil, shorts. Ay mən düşünürəm. Dur. Yo yo. Ən çox like yığmış shorts videosu, ən çox baxış yığmış shorts videosunu uşaqlar siz özünüz kommentariyada yazarsınız. Hansı video idi? O qırılmadı ya. Bir də bunun hamısını saxladı ya. Ay mən getdim. Getmə gözlə. Getmə düz. Düz. Getdim Allah. Getmə gözlə. Az qalıb. Bir dənə ip qalıb. Deməli, son sualım. Peşetmək yox Son lan. sualım. Ay Bax, mən düşünürəm. əgər bax Rama, əgər bu topu bax basketbola atsaz sudan çıxardıram. Bir dəfə ata bilərsən. Qaçma qoy da oğlum. Hə? Yox, oradadır. Davay. Ayda. Çox aşağı. Yemədiniz, getdiniz. Ona görə də son sualım budur. Suel Live YouTube kanalında ən çox baxış yığmış short videosu hansıdır? Söylə ki belətdirdim. Jim vurur söylə orada. Jim deyil, turnikdir, turnik. امك يا علي يا علي يا رب العلي تحرس Çıxma, çıxma. Düş ya. Düş. Oy bile tonda.
Çıxma. Çıxma, sənə deyirəm çıxma. Hadi yap ben olsun falan. İşte dostlar, videonu bura qədər izləmişsinizsə bir daha hamınız videoya like koyun, komment yazın və paylaşın. Bu da söyleyin izleyicilerine. Dostlar, bundan sonra hər həftə daimi olaraq Soyel Life kanalında əyləncəli videoların şahidi olacaqsınız. Öpürəm sizi, sağ olun.